Azərbaycanın adını uca tutdu. Bu, bilirsən, hər bir şəxsiniz Azərbaycanı təmsil edir. Hər bir şəxsiz sizdən, hər birinizi görən adam, burada danışan adam, sizlə söhbət edən adam, sonra təəssürat yaradır ki, o Azərbaycanlıdır. Demək, Azərbaycan xalqında təəssürat yaradır. Azərbaycan millət haqqında təəssürat yaradır. Siz çalışın ki, Azərbaycan xalqının bu yüksək mənəvi keyfiyyətlərini, insani keyfiyyətlərini həm özünüzdən formalaşdırın bilərsiniz, həm də hər yerdə onları nümayiş etdirə bilərsiniz ki, kimlə görüşürsünüz, bilsinlər ki, Azərbaycan nə deməkdir? Azərbaycan xalqı nə deməkdir? Layiqli vətəndaş.